Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bəlkə də avtomobil həvəskarları üçün olduqca bir əhəmiyyətli və vacib bir xəbəri mən indi diqqətinizə çatdıracağam. Çünki fikirləşirəm ki, bu xəbər çoxlarımız üçün maraqlıdır. Xüsusilə də hibrid avtomobillərinə, Çin istehsalı olan nəqliyyat vasitələrinə maraq göstərən şəxslər üçün, bizi izləyən izləyicilər üçün. Bəli, Azərbaycanda biz bilirik ki, hibrid, plug-in hibrid və elektrikli maşınlara ƏDV güzəşti tətbiq olunurdu. Yəni dövlətin belə bir qərar verməsində əsas məqsəd ondan ibarət idi ki, daxildəki avtomobil parkı sürətlə yenilənsin. Yəni ekologiyaya zərər vuran köhnə avtomobillər yavaş-yavaş sıradan çıxsın. İnsanlar daha çox belə iri təzə, yəni ümumiyyətlə 0 kilometr həm də ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə üstünlük versin. Ona görə də Milli Məclisdə dəfələrlə qaldırılan məsələlər sonradan qüvvəyə mindi və vergilər məcəlləsinə bununla bağlı dəyişikliklər həyata keçirilirdi hər il. Ona görə də bu maşınların qiyməti demək olar ki, hər kəs üçün əlçatan idi. Təbii ki, əlavə dəyər vergisi gömrük rəsmiləşdirilməsi zamanı kifayət qədər böyük bir məbləğ hesabına yəqin ki, çoxlarınız məndən razı olarsınız ki, başa gəlir və nəticədə avtomobilin qiyməti hazırki vəziyyətindən daha baha qiymətə hesablanır. İndi isə bu məsələ ilə bağlı belə bir sual ortaya çıxıb. Yəni bu qərar artıq mövcud olan bu qərar, bu güzəştlə bağlı qərar bir ildən sonra təxminən 2026-cı ildə başa çatacaq. Yəni müddət həmin vaxta qədərdir. Maraqlı bir sual ortaya çıxır ki, bu müddət başa çatandan sonra yenidən bu qərar qüvvəyə minəcək, yəni yenidən bu güzəştlər tətbiq olunmağa başlayacaq, yoxsa qərar ləğv olunacaq? Çox maraqlı sualdır. Əgər qərar ləğv olunsa nə gözləyir? Yəni daxildə avtomobil həvəskarlarının ya bu avtomobillərin qiymətini, ləğv olunmasa da təbii ki, bilirik ki, ala bilməyənlər də bundan sonra da istəsə həmin maşınları mövcud qiymətlə, yəni belə deyək də, münasib qiymətlə, hazırda gördüyümüz bu qiymətlərlə alıb sürə biləcək. İndi detallı şəkildə mütəxəssislərin və ümumiyyətlə bir də öz fikirlərimi sizlə bölüşəcəm ki, nə gözləyir, nə baş verə bilər. Müəyyən proqnozlar var çünki bundan bağlı. Bəli, bu qərar ləğv olunsa, avtomatik olaraq təbii ki, bu maşınlar artıq qeyd etdiyim kimi istər Çindən olsun, istər digər ölkələrdən hazırda daxilə bizə idxal olunan 0 kilometr, yəni heç sürülməmiş hibrid və plug-in hibrid, eləcə də elektromobillər qiymətləri, əgər bu qərar ləğv olunsa, qiymətləri avtomatik qalxacaq. İndi bilmirik, burada 5.000, 10.000 arası hansı qiymətdən artımın məbləğini tam indidən dəqiq demək olmur, amma əsas dəqiq məsələ ondan ibarətdir ki, qiymətlər bahalaşacaq. Əslində mütəxəssislər deyir ki, bəli, qərar ləğv olunsa, qiymətlər arta bilər, amma daxildəki faktiki olaraq hazırda ikinci və üçüncü əl köhnə maşınların, yəni istismar olunan maşınların qiymətlərində bir dəyişiklik olmayacaq. Çünki bu mütəxəssislərin fikirləridir. Mütəxəssislər belə, yəni bəzi ekspertlər belə fikirləşir. Mən isə başqa cür fikirləşirəm. Yəqin ki, bəlkə də mənim fikrimdən razı olmayanlar da olar. Mən elə hesab edirəm ki, belə bir qərar, hansı ki, faktiki olaraq bu güzəştlər ləğv olunsa, belə bir qərar, mövcud qərar aradan qalxsa, yəni qüvvədən düşsə, təbii ki, məlum məsələdir ki, hibrid maşınların, qeyd etdiyimiz maşınların qiymətlərində, yəni daşıma xərcləri və s. gömrük rəsmiləşdirilməsi zamanı qiymətləri hazırkindən baha olacaq. Amma ikinci əl nəqliyyat vasitələrinin də qiyməti hesab edirəm ki, artacaq. Niyə artacaq? Çünki insanlar bu maşınları, Çin maşınlarını, hibrid və elektromobilləri, eləcə də plug-in hibrid Çin istehsalı olan maşınları ona görə alırdılar ki, qiyməti əlçatan idi. Yəni 23 minə, 24 minə, 25 minə BYD-lər alırdılar və bundan başqa digər markalı maşınlara üstünlük verilirdi. Avtomatik bu maşınların qiyməti gömrük rəsmiləşdirilməsində əlavə dəyər vergisinə görə, yəni bu qərar ləğv olunsa, bahalaşsa qiyməti, təxminən 5-10 min manat arasında qiymət bahalaşsa, təbii ki, çoxları fikirləşəcək ki, mən nəyə görə bu qədər pul tutam ki, 30 mini mən niyə Çin maşınından verim, elə ondansa gedərəm, olsun da ikinci əl, daha keyfiyyətli Almaniya istehsalı və digər Amerika bazarı üçün nəzərdə tutulan və yaxud Yaponiya istehsalı, ha belə Koreya istehsalı maşınları alıb, olsun da ikinci əl sürərəm. Yəni arada qiymət fərqi yoxdur. Lap getsin 20 min yürüyüş olsun, lap 50-60 min yürüyüş olsun və hər kəs fikirləşir ki, əslində olsa belə sonda mən keyfiyyətli maşın alacağam. Yəni Çin maşınlarının düzdür, keyfiyyətinə hələ də tərəddüd var idi, amma qiymətinə görə insanlar bu maşınlara üstünlük verirdi. Bəli, bu və digər formada maraqlı belə deyək də fikirlər ortadadır. Hər kəsin narahat edən bir çox məsələlər var. Gözləmədəyik, görək 2026-cı ildə nə baş verəcək.
Doğrudan da bu qərar ləğv olunacaqmı? Bir məsələ də var, maraqlı bir məsələ də var ki, əgər qərar ləğv olunsa, daha doğrusu ləğv olunmasa, təbii ki, bu maşınların sürətli şəkildə ölkəyə artımı, ölkəyə idxalını biz görməyə davam eləyəcəyik. Hansı ki, son 2 ildir ki, bu idxalın biz sürətlə artdığını görürük. Yəni bu maşınların artıq sürətli şəkildə ölkəyə idxalını biz müşahidə etməyə davam eləyəcəyik. Əgər qərar ləğv olunsa, təbii ki, ləğv olunacaq o müddətə qədər bəzi avtomobil biznesi ilə məşğul olan bəzi işbazlar deyəkmi, yəni sırf bu işlə məşğul olan biznesmenlərmi deyək, artıq son müddətə qədər o qərarın ləğv olunacağı, təbii ki, bir neçə ay qabaq bununla bağlı yəqin ki, ictimaiyyətə açıqlama veriləcək. Əgər belə bir xəbər əvvəlcədən açıqlama verilsə, onda fikirləşin ki, o son müddətdir deyib bu maşınları ölkəyə daşımağa daha çox meyl eləyəcək həmin insanlar və gedib ucuz gətirəcəklər. Avtomatik qiymət qalxanda da təbii olaraq daha baha, yəni mövcud o gömrük rəsmiləşdirilməsi də hesablanaraq satılacaq və bu da burada da təbii ki, qazananlar yəni həmin maşın alqı-satqısı ilə məşğul olanlar olacaq. İtirənlər də təbii ki, bu maşına maraq göstərən, amma ala bilməyən, pul yığanlar var ki, müəyyən qəpik-qəpik üst-üstə yığaq, bəlkə 1 ildən sonra bu maşını alaram fikri ilə pul toplayan insanlar itirəcək. Çünki vaxtında tərpənə bilmədiklərinə görə sonra gec olacaq və bu maşınların da qiyməti avtomatik qalxacaq. Bəli, gözləmədəyik. Bu proqnozlar var, mövcuddur, amma nə olacaq, doğrudan da dediklərimiz baş verəcəkmi, bunu bilmirik. Çünki hər şey mövcud qərarın qüvvədə qalıb-qalmaması məsələsindən asılıdır. Gəlin indi isə eksperti dinləyək, mütəxəssisi eşidək, görək mütəxəssisimiz bu istiqamətdə, yəni sırf bu xəbərlə bağlı mütəxəssisimizin fikirləri necədir? Ümumiyyətlə, mənim təbii ki, öz fikirlərimdən də başqa mütəxəssis yanaşması da lazımdır. Mütəxəssis nə gözləyir? Əgər dediyimiz kimi qərar qüvvəyə minməsə nə baş verəcək? Əgər qərar qüvvəyə minsə nə olacaq? Bununla da bağlı indi müsahibəmiz var, onu təqdim edirik. Bu mövzuda yəni dövlətin qarşısında iki əsas prioritet mövzu var idi. Biri o idi ki, avtomobil parkının yenilənməsi, digəri də ümumiyyətlə atmosferə atılan tullantıların azalması. Çünki bizim də bir ölkə olaraq öhdəliyimiz var. Karbon oksidin və digər avtomobildən qaynaqlanan tullantıların azaldılması. Ona görə düşünürəm ki, bu qərarı hələ ki, yəqin ki, ən azı bir il daha uzadacaqlar. Çünki avtomobil parkımız hələ indi bir qədər yenilənməyə başlayır. Amma biz yenə oturub rəqəmlərə baxsaq, 1 milyon 800 minə yaxın nəqliyyat vasitəsinin heç 20% yeni deyil. Yəni bu rəqəmlər reallığımızdır. Ona görə düşünürəm ki, hələ ki, bu stimullara ehtiyac var. Həm də eyni zamanda bu tullantı məsələsində də indi biz həm də COP29-a ev sahibi olduq. Eyni zamanda Azərbaycan ümumiyyətlə bu dünya iqlim dəyişikliyi mövzusunda kifayət qədər aktiv bir ölkə kimi düşünürəm ki, bu mövzunu hələ ki, ən azından bu güzəştləri uzatmağa ehtiyac var. Həm elektromobillərdə, həm hibridlərdə. Yeganə hibridlərlə bağlı orada yumşaq hibrid deyilən bir texniki bir məsələ var. Mild hibrid deyirlər ona, texniki hibrid. Bunlarda bəlkə ola bilər ki, o qanuni olmasa da bu mövzuda gömrüyün bir reaksiyası var idi və anlaşılan idi. Çünki elə avtomobillər var ki, burada müəyyən sui-istifadə oldu. Yumşaq hibrid, texniki hibriddir. Yəni o avtomobillər, digər avtomobillər kimi eyni tullantını atmosferə atırlar, amma onu hibrid kimi qeydiyyatdan keçirirdilər sahibkarlar və gömrük bunu müəyyən qədər anlayışla qarşıladı, o baxımdan ki, vaxt verdi sahibkarlar. Çünki əslində haqlıdırlar. Yəni bu o tapşırığın öhdəsindən gəlməyən bir şeydir və o maşınları hibrid adı ilə satırdılar 18% güzəşlə. Amma onların dediyim kimi adi maşınları, onların batareyaları yoxdur. Adi avtomobillər kimi sadəcə bir stop startı var və salam. Onu anlamaq olar, onu hətta qanuna sala bilərlər ki, bunlar artıq bundan sonra güzəştə düşməsin. Amma digər bizim bildiyimiz batareyalı hibridlər və elektromobillər düşünürəm ki, ən azı hələ bir müddət ehtiyac var ki, bu stimullar qalsın. Ləğv olunsa əlbəttə ki, avtomatik olaraq biz götürürük ki, orada yəni ya elektromobillər məsələn tam azaddırsa, deməli 36% üzərinə gələcək. Hibridlər 18% azaddır, deməli 18% onun qiymətinin üzərinə gələcək. O da yenə bilirsiniz, hələ indi biz görürük ki, sürücülər çalışırlar ki, elə yeni maşın alsınlar və məsələn Çindən, ən azı Çin bazarından bugün gələn bu hibrid avtomobillər onlara əl çatan gəlir. Yəni, məsələn, 23 min manat ətrafında bugün onlar bu avtomobilləri alırlarsa, bu güzəştlər ləğv olunanda, maşınların qiyməti təzədən qalxanda, 30-a yaxınlaşanda o alıcılıq qabiliyyəti düşəcək və onlar yenə gedib ikinci əl maşın axtaracaqlar. Yenə oradan-buradan sürülmüş maşınları, 3 ilin, 5 ilin maşınlarını gətirmək olacaq. Ona görə düşünürəm ki, ən azından bu rəqəmlərə və bu gedişata baxıb, bu qərarda müəyyən qədər belə uzatma qərarı verəcəklər. Biz də izləyirik, nə baş versə, bu xəbərlə bağlı nə yenilik əldə etsək, dərhal Avtosaz
vasitəsilə sizi məlumatlandırmağa çalışacağıq. Ona görə də bizi izləmədə qalın və ən əsası hər birinizdən xahiş edirəm ki, mənim kanalıma abunə olun. Abunə olun ki, tez-tez maraqlı xəbərlərlə, maraqlı mövzularla qarşınızda olaq. Hələlik özünüzə yaxşı baxın.